Salam əziz izləyicilər. Bugün sizlərə cinlərin ən təhlükəli qəbilələrindən seçilmiş olan ifritlər haqqında danışacağam. İfritlər ərəb mifologiyasında və İslam kültüründə güclü və pis niyyətli cinlər olaraq tanınır. Bu varlıqlar adətən ateşdən yaradıldığından həm fiziki, həm də mənəvi olaraq ateşin xüsusiyyətlərini daşıyırlar və buna görə də çox vaxt qəzəb və yıxıcılıq ilə əlaqələndirilirlər. İfritlərin xüsusiyyətləri, birinci xüsusiyyətləri, güclü və sürətli, ifritlər olağanüstü güclüdür və çox sürətli hərəkət edə bilərlər. Məsələn, Quranda Süleyman Peyğəmbərin Belqisin taxtını gətirmək üçün ifritlərdən kömək istəməsi bir nümunədir. Bir ifrit, mən sənin yerindən tərpənmədən onu gətirə bilərəm deyə bilər. Bu onların nə qədər güclü və sürətli olduğunu göstərir.